Bir daha axşamınız xeyir olsun əziz müəllimlər. Mən Zeynalova Nazilə, məktəbə qədər sahə üzrə təlimçi. Bu gün sizə İYN qrupunun ödənişsiz dərslərindən olan ilk mövzunu Gardnerin çoxnövlü zəka nəzəriyyəsini qeyd edəcəm. Çalışdığım qədər əsas hissələrə toxunacağam ki, sizin üçün çox da yorucu olmasın. Əsas hissələri qeyd edəcəm, başa düşəcəyiniz bir dildə. Demək müəllimlər, bilirsiniz ki, məktəbə qədər pedaqogikada bir sıra yanaşmalar, modellər, nəzəriyyələr var. Bu nəzəriyyələrdən biri də Howard Gardnerin çoxnövlü intellekt nəzəriyyəsidir. İntellekt anlayışı bilirsiniz ki, müxtəlif cür olur hər kəsdə. Hər kəs belə deyək də fərdi şəxsiyyət tipinə malikdir. Hər bir insanın fərqli xüsusiyyətləri olur. Gardnerə görə də insan xarakterinə görə, temperamentinə görə 8 intellektə bölünür. Yəni, çoxnövlü intellekt nəzəriyyəsi fərqli inkişaf səviyyəsindəki insanların xüsusiyyətlərini, belə deyək də, xarakterik cəhətlərini izah edir, aydınlaşdırır. Bu Gardner nəzəriyyəsində olan çoxnövlü zəka nəzəriyyəsinin intellektləri bəs hansılardır? Verbal lingvistik intellekt, məntiqi riyazi intellekt, məkan vizual intellekt, bədən kinestetik intellekt, musiqi ritmli intellekt, şəxslərarası, fərddaxili və naturalist intellekt aid edilir bura. Deməli, müəllimlər, bir uşaqda, bir şəxsdə həm yalnız bir intellektin xüsusiyyəti, həm də bir çox intellektin xüsusiyyətləri ola bilər. Yəni bir insanda, bir uşaqda bu intellekt növlərinin bir çox xüsusiyyətləri ola bilər. Bilirsiniz ki, biz də uşaqlarla işlədiyimiz üçün onların öyrənmə tərzlərini, intellektlərini, xüsusiyyətlərini bilməliyik ki, onlarla məşğul olan zaman onların psixologiyasını daha aydın şəkildə mənimsəmiş olaq. İndi sizə ilk olaraq başlayacağam verbal lingvistik intellektdən. Verbal lingvistik intellekt nəyə deyilir? Açar söz olaraq belə yadda saxlayın ki, verbal sözünün mənası nədir? Sözlü. Yəni, verbal lingvistik intellekt deyildikdə də burada söz intellekti, söz bazası, uşağın şifahi nitqi nəzərdə tutulur. Yəni, verbal lingvistik intellektə malik olan uşaqlar dil vasitəsilə biliklər əldə edirlər, həm yazılı, həm şifahi nitqdə nitq qaydalarından, dil qaydalarından düzgün istifadə edirlər, söz bazaları geniş olur, daha çox ünsiyyətdə olmağı sevirlər, özlərindən hekayələr qurmağı, belə deyək də, müzakirələr etməyi, debatlarda iştirak etməyi sevirlər. Çünki həmin uşaqların söz bazası geniş olduğu üçün onlar üçün söhbət etmək, insanlarla ünsiyyət qurmaq, hekayələr qurmaq, şeirlər söyləmək, tapmacalar söyləmək daha maraqlı olur. Yəni şifahi şəkildə olan məlumatlar, şifahi nitqə aid olan məlumatlar, sözlü vasitələr verbal lingvistik intellektə aid olur. Verbal lingvistik intellektə malik olan uşaqların xüsusiyyətləri nələrdir? Bu tipə malik olan uşaqların yaddaşları yaxşı olur, söz ehtiyatları güclü olur, dilin fonetikasını, semantikasını, qrammatikasını, leksikasını daha yaxşı, aydın şəkildə başa düşürlər. Söz bazaları geniş olur, lüğət ehtiyatları zəngin olur. Fikirlərini həm şifahi şəkildə, həm də yazılı şəkildə ifadə etmək bacarıqlarına malik olurlar. Yaxşı inşalar yazırlar, esselər yazırlar. Şifahi şəkildə söhbət etməyi, müzakirələrdə, dialoqlarda iştirak etməyi sevirlər. Söz oyunlarını sevirlər. Və verbal lingvistik intellektə malik olan insanlar daha çox müəllim peşəsinə sahib olurlar, tərcüməçi peşəsinə sahib olurlar, aparıcı peşəsinə sahib olurlar. Yəni lingvistik qabiliyyəti yaxşı inkişaf etmiş insanların ən çox sevdiyi məşğuliyyət özlərindən hekayələr uydurmaq, əhvalatlar uydurmaq, belə deyək də, danışmaq, ünsiyyət qurmaq aid edilir. Deməli, bir daha qeyd edirəm, verbal lingvistik intellektin xüsusiyyətləri nələrdir? Söz bazası, yəni verbal sözünün mənasını söz olaraq yadınızda saxlaya bilsəniz, artıq verbal lingvistik intellekti də anlamaq sizin üçün güclü, daha rahat olacaq. Deməli, verbal lingvistik intellektə nə aiddir? Nitq, yazı, dil qabiliyyəti, söz ehtiyatı, lüğət ehtiyatının zənginləşməsi, daha çox bu intellektə malik insanların seçdiyi peşələr, yazıçılar, şair olmaq, müəllim olmaq, tərcüməçi olmaq, aparıcı olmaqdır. Verbal lingvistikin açar sözləri nələrdir? Danışıq, yazı, oxu, nitq,
hekayə, şeir, dil öyrənmək. Deməli, burada da cədvəldə də qeyd etdiyim kimi, verbal lingvistik intellektə malik olan uşaqların daha çox aktiv olduğu tapşırıq fəaliyyətləri növləri, mühazirələr, müzakirələr, söz oyunları, hekayələr, nəql etmə, danışmaq aid olur. İndi isə gəldik məntiqi riyazi intellektə. Məntiqi riyazi intellekt nədir? Adından da göründüyü kimi, bu intellektə malik olan uşaqların məntiqi təfəkkürləri, riyazi təfəkkürləri daha yaxşı formalaşmış olur. Yəni mövcud olan hər bir hadisəyə, hər bir belə deyək də vəziyyətə məntiqi cəhətdən yanaşırlar. Baxın, məntiqi təfəkkür, tənqidi təfəkkür, məntiqi riyazi intellektə malik olan insanlarda güclü inkişaf etmiş olur. Bu intellektə malik olan uşaqlar hər bir şeydə rəqəm axtarırlar, riyaziyyat axtarırlar, riyazi bilikləri daha dərin olur, onların analiz etmə qabiliyyəti, konseptual düşüncəsi, riyazi çalışmaları, sürətli hesablamaları daha yaxşı formalaşmış olur. Məntiqi riyazi intellektə malik olan insanlar məntiqi düşünmək, çətin məsələlərdə məntiqi mülahizələr yürütməyi, məntiqi düşünməyi sevirlər. Məntiqi riyazi intellektə açar sözləri nələrdir? Analiz etmə qabiliyyəti, konseptual düşüncə, hesablama, nümunələr gətirmək, məntiqi düşünmək, təhlil etmək aid olur. Məntiqi riyazi intellektin xüsusiyyətləri nələrdir? Hadisələrdən nəticə çıxarma, fərqli ideyalar irəli sürmə, çətin həll olunan məsələlərdə məntiqin istifadə edərək həll etmə bacarığını formalaşdırmaq, rəqəmlərdən istifadə etmək, mühakimə qabiliyyətləri, səbəb-nəticə əlaqəsi, təsnif etmə, ümumiləşdirmə, müqayisə etmə, seriasiya kimi psixi proseslər, anlayışlar həmin uşaqlarda, məntiqi riyazi intellektə malik uşaqlarda daha yaxşı formalaşmış olur. Məntiqi riyazi intellektə malik olan uşaqlar məsələlər həll etməyi sevirlər, rəqəmlərlə, riyazi düsturlarla işləməyi sevirlər. Baxın, verbal lingvistik intellektə malik olan insan hər bir şeydən söz bazasından istifadə etməyi, hekayə qurmağı, danışmağı sevirlər. Məntiqi riyazi intellektə malik olan insanlar isə hər yerdə riyaziyyat axtarırlar, rəqəm axtarırlar, məntiqi müzakirələr, riyaziyyata aid olan məsələlər onlar üçün daha maraqlı olur. Məntiqi riyazi intellektin açar sözləri nədir? Məntiqi təfəkkür, problem həll etmə bacarığı, rəqəmlərlə oyunlar, tənqidi təfəkkür, tənqidi düşüncə, riyazi oyunlar, hesablama, belə deyək də, müqayisə etmə, təsnifləşdirmə, seriasiya bu kimi fəaliyyətlərin hər biri aid edilir deməli məntiqi riyazi intellektə. Məntiqi riyazi intellektin açar sözü nədir? Bir daha qeyd edirəm, təkrar ki, daha yaxşı yadınızda qalsın. Analiz, məntiq, riyazi düşüncə. Bu uşaqlarda məntiqi analiz güclü olur, hesablama, nümunə gətirmə, təhlil etmə, nəticə çıxarma, səbəb-nəticə əlaqəsi qurma bacarıqları daha yaxşı şəkildə formalaşmış olur. İndi isə gəldik məkan vizual intellektə. Məkan vizual intellekt nədir? Məkan vizual intellektə malik olan insanlar, baxın vizual nədir? Görərək. Deməli nə oldu? Məkan vizual intellektə malik olan uşaqların görərək öyrənmə qabiliyyətləri daha yaxşı olur. Yəni göz yaddaşları güclü olur. Məsələn, elə insan var ki, bir dəfə getdiyi yolu çox gözəl şəkildə yadında saxlayır. Yəni beynində canlandırır, ikinci səfər həmin yolu rahat şəkildə gedir. Nəyə görə? Çünki görərək öyrənməsi, məkan vizual intellekti güclüdür. Bəzi insanlar da var ki, bir yerə 5 dəfə də getsə, onu yadında saxlaya bilmir. Deməli, həmin insanlarda vizual, məkan vizual intellekt zəif inkişaf etmiş olur. Çünki məkan vizual intellektə malik olan uşaqlar, insanlar bir dəfə gördüklərini yadlarında yaxşı saxlaya bilirlər. Yəni göz yaddaşları güclü olur. Rəsmlərlə, cizgilərlə düşünürlər, rəsm çəkməyi sevirlər, şəkil çəkmək, rəngləmək, çertyojlarla işləmək, puzzlelar qurmaq, xəritələrdən istifadə etmək onlar üçün daha maraqlı olur. Bu intellektə malik olan insanlarda belə bir düşüncə var ki, 100 dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Yəni eşidərək öyrənmək yox, görərək öyrənmək onlar üçün daha məqsəduyğun hesab edilir. Yəni bu insanlar çertyojlarla işləyir, modelləri çəkməyi, rəngləməyi, rəngli markerləri sevirlər. Belə deyək də, rəsm, görərək öyrənmə, vizuallaşdırma, beynində nə isə canlandırmaq, hadisəni canlandırmaq, göz önünə gətirmək onlar üçün daha maraqlı olur.
Açar sözlər nədir? Şəkil, rəng, xəritə, plan, vizual təsəvvür. Deməli, məkan vizual intellektin xüsusiyyətləri bunlar oldu. Həmin intellektə malik olan uşaqların obrazlı düşünmə qabiliyyəti güclü olur, gözləri ilə gördüklərini yaxşı yadda saxlayırlar, təxəyyüllərində canlandıra bilirlər. Məsələn, mən bu gün nağıl danışıram qrupda. Elə uşaq var ki, gözünü yumacaq, sanki xəyallara gedəcək, həmin nağılı gözünün önündə canlandıracaq, yaşayırmış kimi təsəvvür edəcək. Nəyə görə? Çünki onlarda obrazlı düşünmə, göz önünə gətirmə, vizual olaraq canlandırma qabiliyyəti daha güclü olur. Vizual məkan intellektə malik olan uşaqların həm də motor bacarıqları yaxşı inkişaf etmiş olur. Çünki məkan koordinasiyası həmin uşaqlarda güclü olur. Onlar maraqlı dizaynlar çəkirlər, rəsmlər çəkirlər, rəngləməyi sevirlər, çertyojlarla işləmək, puzzlelar qurmaq və labirint oyunları onlar üçün olduqca maraqlıdır. Bu oldu məkan vizual intellektin xüsusiyyətləri. İndi isə gəldik bədən kinestetik intellekt. Bədən kinestetik intellekt nədir? Hərəkət, praktik öyrənmə. Məsələn, mən bəzi müdavimlərim var ki, deyir ki, müəllimə, mən dərsi oxuyanda kitabı alıram əlimə, evdə hərəkət edə-edə oxuyuram. Çünki hərəkət edə-edə oxuyanda o mənim daha yaxşı yadımda qalır. Yəni hərəkətsiz qala bilmirlər. Hər bir şeydə hərəkət axtarırlar sanki. Məsələn, bizim mütləq sizin də qruplarınızda uşaqlar var ki, bir yerdə otura bilmirlər. 5 dəqiqədən artıq bir parta arxasında əyləşə bilmirlər. Tez-tez yerlərini dəyişirlər. Nəyə görə? Çünki onlar hərəkətli olur. Kinestetikası yaxşı inkişaf etmiş olur. Bir yerdə dayana bilmirlər, hərəkətli olurlar, hiperaktiv olurlar. Praktiki öyrənmə onlarda güclü olur. Məsələn, uşaqlara bir nağıl danışıram və deyirəm ki, gələn dəfə bunu sizdən soruşacağam. Bəzi uşaqlar var ki, bu nağılı yadda saxlamaqda çətinlik çəkirlər. Amma bədən kinestetik yaxşı inkişaf etmiş uşaq həmin nağılı tamaşa şəklində, rol şəklində canlandırdıqda daha yaxşı yadında saxlayır. Yəni hərəkətlə öyrənir. Deməli, bədən kinestetik intellektə malik olan uşaqlar necə olur? Hər bir şeydə hərəkət axtarırlar. Praktiki öyrənmə onlar üçün güclü olur. Praktiki öyrənmə, hərəkətlərlə öyrənmə, rollu oyunlar onlar üçün daha maraqlı olur. Daha belə deyərlər də cəlbedici olur. Daim hərəkətdədirlər və bədən kinestetik intellektə malik olan insanlar jest və mimikalar vasitəsilə özlərini ifadə edə bilirlər. Məsələn, bəzi müəllimlər var ki, baxın dərs izah edən zaman əllər, qollar hərəkətli olur, gözləri belə deyək də göz vururlar, uşağa belə deyək də əl işarəsi göstərirlər. Yəni daima jest və mimikalardan istifadə edirlər. Həmin müəllimlərdə deməli bədən kinestetik intellekt var. Deməli bədən kinestetik intellekt nədir? Daima hərəkətdə olmaq, praktika, obyektlərə toxunmaq, hərəkət edə-edə öyrənmək. Bu kimi xüsusiyyətlər bədən kinestetikin belə deyək də açar sözlərdir. Bir daha qeyd edirəm. Bədən kinestetik aiddir. Açar söz olaraq jest, mimika, toxunmaq, bədən dili, hərəkət, kinestetika, daima hərəkətdə olmaq. Baxın, bu tipə malik olan uşaqlar mütəhərrik oyunları daha çox sevirlər. Mütəhərrik oyunlar onlar üçün daha xoş olur. Çünki onlar daima hərəkətdə olmağı, belə deyək də, kinestetik etməyi, mütəhərrik oyunlar oynamağı daha çox sevdikləri üçün onlar üçün bir yerdə sakit dayanmaq, hərəkətsiz dayanmaq çətin olur. Çünki daima hərəkətdədirlər. Deməli, bir daha qeyd edirəm. Bədən kinestetik intellektə malik olan uşaqların xüsusiyyətləri, jest və mimikalardan istifadə etmək, daima hərəkətdə olmaq, hərəkətlərini jestlər vasitəsilə duyğularını çatdırmaq, fiziki fəaliyyət, toxunaraq öyrənmək, qaçmaq, tullanmaq, elastiklik, bədənlərini mükəmməl hiss etmək, rəqs etmək, tamaşalar, rollu oyunlar onlar üçün daha məqsədəuyğun hesab edilir. Bu oldu bizim bədən kinestetik intellektimiz. Digər intellektimiz isə musiqi ritmik intellektdir. Adı üstündə musiqi. Hər bir şeydə musiqi axtarırlar. Səs duyumları güclü olur. Məsələn, mənim özüm bəzən Telegramda quiz hazırlayanda sakit melodiyaları dinlədikdə daha yaxşı yaradıcılığım güclü olur. Daha maraqlı olur mənim üçün. Nəyə görə? Çünki musiqi ritmik intellektim güclüdür. Səsli şəkildə musiqi eşitdikdə, hər hansısa bir melodiyanı dinlədikdə beynim dincəlir sanki. Nəyə görə? Çünki musiqi ritmik intellektin xüsusiyyətlərinə malikəm. Deməli, musiqi ritmik intellektin xüsusiyyətləri nələrdir? Səs duyumu, musiqi, musiqinin melodiyası, ritmlər aid edilir.
ətraf mühitdə musiqi səsləri eşitdikdə onlar üçün xoş olur. Çünki musiqi ritmik intellektlərin xüsusiyyətləri bunlardır. Səsin yüksəkliyi, tonu, müxtəlif melodiyalar, kompozisiyalar, musiqi ritmlərlə düşünmək, hər bir şeydə musiqi axtarmaq, ritm axtarmaq ona aid olur. Musiqi ritmik intellektin. Buna bəzən audial ritmli intellekt də deyilir. Audial ritmli intellekt. Çünki hər bir şeydə səs axtarırlar. Deməli, musiqi ritmik intellektin xüsusiyyətləri nələrdir? Ritmlə öyrənmə, mahnılar, musiqi növləri, musiqini dinləyəndə belə deyək də əsəblərinin sakit olmağı, musiqi ilə öyrənmək musiqi ritmik intellektin xüsusiyyətlərinə aid edilir. Musiqi ritmik intellekti uşaqlar dinləməyi, ifa etməyi çox sevirlər. Yəni onlar üçün melodiya, musiqi hər bir şey deməkdir. Deməli, bir daha qeyd edirəm. Musiqi ritmik intellektin xüsusiyyəti nədir? Ritm, melodiya, not, ton, səsə həssaslıq aid edilir. İndi isə gəldik şəxslərarası intellekt. Şəxslərarası intellekt nədir? Şəxslərarası intellektə malik olan uşaqlar sosial olurlar. Əməkdaşlıq etməyi, birgəliyi sevirlər. Qrup işləri, kollektiv işləri onlar üçün maraqlı olur. Baxın, iş formalarında da yadınızdadırsa keçmisiniz ki, qruplarla iş forması və kollektiv iş formasına istifadə edən uşaqlar daha çox şəxslər arası intellektə malik olan uşaqlardır. Çünki həmin uşaqlar sosial olur, söhbət etməyi, başqalarını dinləməyi, başqalarının fikirlərindən nəticə çıxartmağı, layihələr üzərində işləməyi, başqa uşaqlarla əlaqədə olmaq, ünsiyyət qurmaq onlar üçün maraqlı olur. Şəxslərarası intellektə malik olan uşaqlar başqa insanların hisslərinə önəm verir, onların əhval-ruhiyyələrini dərk edir. Başqalarını rahat anlayırlar, rahat ünsiyyət qururlar. Çoxlu dostları olur, empatiya qura bilirlər. Özünü bir başqasının yerinə qoya bilir. Nəyə görə? Çünki insanlarla münasibət qurmaq şəxsarası intellektə malik olan uşaqların xüsusiyyətləridir. Deməli, bu tipdə uşaqlarda nələr olur? Böyük empatiya hissi olur, çoxlu dostlar olur, sosial olurlar, digər insanlarla söhbət etmək, digər insanlarla əməkdaşlıq etmək, əməkdaşlıq edərək öyrənmək onlar üçün daha maraqlı olur. Onların əhval-ruhiyyəsini, maraqlarını, hisslərini hiss etmək qabiliyyəti olur. Yəni başqa insanların maraqlarını, hisslərini, düşüncələrini daha yaxşı qavrayırlar. Şəxsarası intellektə malik olan uşaqlar başqa insanların düşüncələrini önəmsəyirlər. Deməli, şəxsarası intellektin xüsusiyyətləri nə oldu? Bu intellektə malik olan uşaqlar birgə öyrənirlər, əməkdaşlıq olur, ünsiyyət səriştəsi onlarda daha yaxşı formalaşmış olur. İnsanlarla düzgün ünsiyyət, empatiya bacarığı həmin uşaqlarda daha yaxşı şəkildə formalaşmış olur. Açar sözlərimiz nələrdir? Empatiya, ünsiyyət, komanda işi, liderlik. Bir də müəllimlər bəzən Telegramda test yerləşdirən zaman görürəm ki, liderliyi bəzən fərddaxili intellekt götürürlər. Soruşanda deyirlər ki, bəs müəllimə, lider tək olur, yəni belə deyək də başçılıq etməyi sevir. Ona görə fərddaxilidir. Xeyr müəllimlər. Liderlik etmək şəxslərarası intellektə malikdir. Gəlin belə izah edim sizə həyatla əlaqələndirim. Məsələn, mən sosiallaşmağı, əməkdaşlıq qurmağı, qrup işlərini sevmirəmsə, mən necə lor dildə desək, başçılıq etmək istəyərəm, idarə etmək istəyərəm insanları. Deməli, mən sosial bir insanam ki, liderlik etmək istəyirəm, başqalarını idarə etmək istəyirəm, başçılıq etmək istəyirəm, birinci olmaq istəyirəm, insanlarla əlaqədə olmaq istəyirəm, onlara tapşırıq vermək istəyirəm. Deməli, liderlik fərddaxili deyil. Liderlik şəxslərarası intellektə malik uşaqların xüsusiyyətidir ki, qrupu idarə etməyi, başçılıq etməyi, lordi də desək, başçılıq etmək, idarə etmək, tapşırıq vermək onlar üçün daha maraqlı olur. Ona görə liderliyi şəxslər arası intellektə götürürük. Bəs fərddaxili intellekt nədir? Fərddaxili intellekt şəxslər arası intellektin əksidir. Baxın, şəxslər arası intellektə nə dedik? Sosial. Fərddaxili intellekt nədir? Asosial. Yəni dost çevrələri yoxdur, ünsiyyət qurmağı sevmirlər,
başqalarına danışmaq istəmirlər və fərddaxili intellektə malik olan uşaqların müstəqil öyrənmə səriştəsi yaxşı inkişaf etmiş olur. Fərddaxili intellektə malik olan uşaqlar fərdi iş formasından geniş istifadə edirlər, tək qalmağı, özləri ilə baş-başa qalmağı sevirlər. Baxın, şəxsi arası intellektdə nə dedim? Başqalarının fikrini önəmsəyir. Məsələn, nəsə bir hadisə baş verib, bir məsləhətə ehtiyacı var. Gedir, məsələn, dostuna bir məsləhət verirsə, yön verirsə, onu dinləyir. Niyə? Çünki başqasının hisslərini, düşüncələrini önəmsəyir şəxslər arası və yaxud fərdlər arası. Amma fərddaxili necədir? Hər hansısa bir məsələ ilə bağlı qərar verirsə, yalnız öz qəlbinin səsini, öz beyninin səsini dinləyir. Yəni yalnız öz qərarları, başqasının fikri onun üçün önəmli olmur. Başqaları ilə ünsiyyətdə qurmaq, başqaları ilə əməkdaşlıq etmək, qrup işi, kollektiv işi, birgə layihələr onlar üçün maraqsız olur. Fərddaxili intellektə malik olan uşaqlarda individual yanaşma, fərdi şəkildə öyrənmək daha güclü olur. Deməli, fərddaxili intellektin xüsusiyyətləri, açar sözləri nələrdir? Bu uşaqlarda empatiya bacarığı yaxşı inkişaf etmiş olmur, özləri ilə tək qalmağı sevirlər, fərddaxili intellektə malik olan uşaqlar ünsiyyət qurmağı sevmirlər, yalnız öz hisslərini önəmsəyirlər, özünü tanıma, öz hisslərini anlama, tək düşünmə fərddaxili intellektin xüsusiyyətidir. Gəldik digər intellektimizə. Digər intellektimiz isə aid olur naturalist intellekt. Naturalist intellekt nədir? Adından da göründüyü kimi təbiət. Müxtəlif növ flora, fauna növlərini tanımaq, təsnif etmək, təbiətdəki obyektləri müəyyənləşdirmək, heyvanlara qarşı, bitkilərə qarşı, təbiətə qarşı həssas münasibət bəsləmək, təbiəti, ətraf aləmi, onun fenomenləri ilə ünsiyyətdə olmağı, təbiətlə iç-içə olmağı sevirlər. Təbiəti daha yaxından belə deyək, hiss edirlər. Bitkilərin inkişafı, heyvanların yaşam tərzi, onlar üçün maraqlı olur. Heyvanları qorumaq, bitkiləri belə deyək də qorumaq, təbiəti qorumaq, təbiətə həssas münasibət naturalist intellektə malik olan uşaqların xüsusiyyətidir. Onlar təbiətdə belə deyək də gəzintini, təbiətdə yürüyüş etmək, dağlara çıxmaq, bağda işləmək, ekologiya onlar üçün maraqlı olur. Naturalist intellektdə. İndi bir daha son olaraq yekunlaşdırıram. İntellektdə daha sonra ekranda test paylaşacağam və burada chat bölməsi, mesaj bölməsi olur. Orada hər biriniz cavablayarsınız. Baxım görüm, mövzunu mənimsəyə bilmisinizmi? Bir daha deyirəm. Verbal lingvistik intellekti. Açar söz olaraq söz, şifahi yadınızda saxlayın. Verbal sözünün mənası nədir? Sözlü. Deməli, verbal lingvistik intellektə malik olan uşaqlar şifahi nitqi güclü olur, hekayələr qurmağı, nələrsə uydurmağı, əhvalatlar danışmağı, söhbət etməyi, dialoqa girməyi, debatlar, mühazirələr, müzakirələr, söz oyunları onlar üçün maraqlı olur. Məntiqi riyazi intellekt nədir? Məntiqi təfəkkür, tənqidi təfəkkür, riyazi təfəkkür, məntiqi düşünmə, konseptual düşüncə, tənqidi düşüncə, hər bir şeydə riyaziyyat axtarmaq, hər bir şeydə məntiq axtarmaq, rəqəm, problem həll etmə, dəqiq elmləri daha çox sevirlər. Məsələn, riyaziyyat, fizika, kimya kimi elmlər məntiqi riyazi intellektə malik olan uşaqlar üçün maraqlı olur. Verbal lingvistik intellekt uşaqlar hansı fənni sevər? Təbii ki, bədii təfəkkürün inkişafı, nitq inkişafı məşğələləri onlar üçün daha maraqlı olar. Məkan vizual intellektin xüsusiyyətləri nədir? Görərək öyrənmə, vizual təqdimatlar, təsəvvürlər, beyində canlandırmaq, təsvirincə sənət, sxemlər, tertiyozlarla işləmək onlar üçün maraqlı olur. Bədən kinestetik nədir? Hər bir şeydə hərəkət, hərəkətsiz qala bilmirlər, tamaşalar, rollu oyunlar, praktiki öyrənmə, hərəkətlə öyrənmə həmin uşaqlar üçün daha məqsədə uyğundur. Şəxslər arası intellekt nədir? Əməkdaşlıq, sosiallaşma, birgəlik, empatiya, başqalarının hissini anlamaq, başa düşmək, başqalarıyla ünsiyyətdə olmaq, kollektiv iş formasını, qruplarla iş formasını sevirlər. Ünsiyyət səriştəsi, əməkdaşlıq səriştəsi yaxşı formalaşmış olur. Fərddaxili intellekt isə əksi. Fərdi yanaşma, individual yanaşma, özləri ilə baş-başa qalmağı sevirlər, fərdi iş formasına daha çox üstünlük verirlər, sosial olmurlar, ünsiyyət qurmağı sevmirlər, belə deyək də, birgə layihələr onlar üçün maraqlı olmur. Yalnız öz fikirlərini önəmsəyirlər, müstəqil öyrənmə, tək öyrənmə, özü ilə baş-başa qalmaq həmin uşaqlar üçün daha məqsədə uyğundur. Naturalist intellekt nədir? Təbiət, təbiəti öyrənmək, flora, fauna, heyvanlar aləmi, bitkilər aləmi, heyvanların qorunması, bitkilərin qorunması, ətraf aləmə həssas münasibət, estetik zövq, canlı aləm onlar üçün daha maraqlı olur.
Ha? Suallarınız varmı müəllimlər? Səsinizi aça bilərsiniz. Kiminsə sualı varsa. Bunun xeyir Nasiyə müəllimə. Naturalist intellekt haqqında məlumat verərdiniz. Mən oranı biraz Hansı qatırdım, uşaq intellekt? qurdu deyə Səsiniz zəhmət qırıldı. olmasa. Naturalist intellekt. Naturalist intellekt təbiət, yəni flora, fauna, bitki aləmi, heyvanlar aləmi, təbiəti öyrənmək, təbiətlə iç-içə olmaq, məsələn, təbiətdəki səslər, yağış, onlar üçün daha maraqlı olur, çox sevirlər. Təbiətdə baş verən bütün hadisələri, heyvanları qorumaq, bitkiləri qorumaq, təbiətə həssas münasibət, təbiətin qorunması, bitkilər aləmi onlar üçün daha maraqlı olur. Yəni təbiətlə iç-içə olmaq, təbiət əlaqəsi. Başa düşdüm. Çox sağ olun müəllim. Buyurun. Ən çox o ətraf aləmlə tanışlıq məşğələsinə aiddir də müəllimə? Bəli, ətraf aləmlə məşğələsində daha öyrədici olur. Müəllimə bir sualım var. Diyorlar. Bəli, buyurun. Burada verbal lingvistik intellekti de var. Audio kitaplar, ses yazan vasıtalar. Bir de orada var musikili ritimli de var həmin şey. Ses yazma vasıtaları. İndi bizdə ses yazma vasıtaları hansısa testə çıxsa hansı götürək? Baxın, verbal lingvistik intellektə malik olan uşaqlar söz ehtiyatları güclü olduğu üçün, lüğət ehtiyatları güclü olduğu üçün, məsələn, mən onlara nağıl danışanda və yaxud hər hansısa bir səs yazma cihazında nağıl qoyanda onu dinləmək onlar üçün xoş olacaq. Çünki orada söz var, mühazirə var, hekayə var. Musiqi ritmli intellektə səs yazma vasitəsi deyildikdə isə həmin uşaqlar hər bir yerdə səs axtarırlar. Məsələn, mən hər hansısa bir səs yazma cihazında musiqi qoyuram və musiqi ritmli intellektə malik olan uşaqlar həmin musiqinin ritmini ayırd edə bilirlər. Həmin musiqi onlar üçün maraqlı olur. Məsələn, musiqi məşğələsində müəyyən mahnılar qoyanda baxırsınız ki, həmin musiqi ritmli intellekti güclü inkişaf etmiş uşaqlar ritmlə öyrənə bilirlər. Öyrədici mahnılar onlar üçün daha maraqlı olur. Yəni fərqi budur ki, verbal lingvistik intellektdə səs yazma audio cihazları deyildikdə audio kitablar. Məsələn, nağıl kitabları olur ki, o nağıl kitabları audio şəklində olur. Yəni həmin nağılı səsləndirirlər. Musiqi ritmli intellektdə deyildikdə isə melodiyalar, mahnılar hər bir yerdə musiqi axtarmaq aid edilir. Situasiyaya görə, yəni Bəli, hardakısa situasiyaya situasiyaya görə seçə bilərsiniz. görə. Bir də müəllimlər WhatsApp-da sual vermişdi bir müəllim. Yəqin indi həmin müəllim burdadır. Məndən soruşmuşdular ki, Telegramda da bununla bağlı test paylaşanda çox çaşqınlıq yaranmışdı müəllimlərdə ki, elmi muzeylər hansı intellektə aiddir? Elmi muzeylərə getmək məntiqi riyazi intellektə aiddir. Nəyə görə? Çünki bayaqda qeyd etdiyim kimi, məntiqi riyazi intellektə malik olan insanlar səbəb-nəticə əlaqələrini qurmaq, elmi təcrübələr aparmağı sevirlər. Deməli, elmi muzeylərə getmək də onlar üçün daha maraqlı olur. Məsələn, elmi muzeylərdə nələr olur? Elmi məlumatlar, belə deyək də, müxtəlif eksponatlar olur ki, onlar məntiqi düşünürlər. Yəni, səbəb-nəticə əlaqəli qururlar, elmi təcrübələr aparırlar. Ona görə elmi muzeylərə getmək məntiqi riyazi intellektə aiddir. Təcrübəyə əsaslanan öyrənmə məntiqi düşüncəni inkişaf etdirdiyi üçün. Amma incəsənət muzeyinə getmək məkan vizualdır. Çünki incəsənət muzeylərində nələr olur? Məsələn, rəsm əsərləri olur, sertiyojlar olur, rənglər olur, formalar olur, təsviri sənət nümunələri olur. Və məkan vizual intellektin xüsusiyyəti nə idi? Təsviri sənət nümunələri, detallar, rənglər, estetik zövq, rəsm, mozaika kimi sənət növləri məkan vizual intellektin xüsusiyyətidir. Ona görə incəsənət muzeyinə getmək məkan vizual intellekt, elmi muzeylərə getmək isə məntiqi riyazi intellektə aid edilir. İndi burada mən ekranda test paylaşacağam. Sual-cavab hissəsində cavablarınızı yerləşdirərsiniz. Aha. Bir dəqiqə ekranı paylaşım sizinlə. Arda uyğunsuzluğu müəyyən edin deyildikdə doğrunun altından yanlışın altından doğrunu seçirik. Baxın cavablarda çoxunu səhv qeyd etmisiniz. Doğrunun altından yanlışın altından doğrunu seçməlisiniz. Aha, əla, doğru cavablar gəlir. Əla. Aha. B variantı, B. Əla müəllimlər. Bəzi yanlış cavablar da var, izah edəcəm. İndi başlayıram izah etməyə. Cədvəl testləri necə işləyirsiniz? Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin deyildikdə, burada
Doğrunun altından yanlış, yanlışın altından doğrunu seçirsiniz. Uyğunluq olsaydı doğrunun altından doğrunu, yanlışın altından isə yanlışı seçərdiniz. Amma burada bizə nə deyir? Uyğunsuzluq deyir. Bir də deyir ki, şagirdlər müəllimin durğu işarələri ilə bağlı şifahi izahını dinləyirlər. Mövzuya uyğun cümlələr oxuyurlar. Hansı intellektdir bu? Yazın burada. Hansı intellektə aiddir? Şagirdlər müəllimin durğu işarələrlə bağlı şifahi izahını dinləyirlər, mövzuya uyğun cümlələr oxuyurlar. Əla. Verbal lingvist intellekti. Burada nə oldu? Doğrunun altından doğru var. Uyğunsuzluq yoxdur ki. Ona görə gəlin bir olan variantları çıxaq, çıxdaşla işləyək. A getdi, S getdi, Y getdi. Çünki üçündə də 1 var. Amma burada doğrunun altında doğru var axı. Biz doğrunun altında yanlış seçirik. 2-də isə deyir ki, şagirdlər durğu işarələrini müxtəlif səslərlə fərqləndirirlər. Bu, amma hansı intellektə aiddir bu? İkinci. Şagirdlər durğu işarələrini müxtəlif səslərlə fərqləndirirlər. Hansı intellektdir müəllimlər? Xeyr, şəxsarası deyil. Musiqi, Fərd daxili zəkaya. bədən kinestezi, Səsləri bağlayın, zəhmət olmasa mesaj kimi yazın. Aha. Cavabları görürəm. Deməli, müəllimlər, burada 2-ni seçirik. Çünki doğrunun altından yanlış verib. Şagirdlər durğu işarələrini müxtəlif səslərlə fərqləndirirlərsə, bu nə deməkdir? Yəni, məsələn, sual işarəsinə sual işarəsi deyir, nidaya nida deyir, durğu işarələrindən, intonasiyalardan istifadə edirlər. Verbal lingvistik intellekt axı bu şifahi intellekt. Deməli, 2 səhvdir. Doğrunun altından bizə doğru yox, səhvi verib. 2-ni seçirik. İndi isə 3-ü oxuyuruq. Müəllim durğu işarəsinin şəklini lövhədə çəkir. Məkan vizual intellekt. Bəli, bu doğrudur. Yanlışın altından nə verib bizə? Doğru verib. Deməli, nəyə götürürük? 2 ilə 3-ü. Çünki yanlışın altından doğru, doğrunun altından isə yanlış verib, uyğunsuz verib. Deməli, bir də cavab oldu B variantı. İndi isə keçid edirik ikinci sualımıza. Aşağıdakı hallar hansı intellekt növünün göstəriciləridir? Uşaq televizorda reklam verilən kimi ayağa qalxıb dartınma hərəkətlər edir. Müəllim hekayə oxuyanda rollu oyun üçün həmişə bu şagirdi seçir. Əla, maşallah. Hamı doğru cavab verdi, çünki sadə bir sual idi bu həm də. Müəllimə çatdırıb yaza bilmirəm. Səs aça bilərəmmi? Açarsınız, Bədən bəli. kinestezində Bəli, bədən kinestezi idman qeyd edilir. oyunları, hərəkətlilik, dartınma, bunlar Bəli, bədən bəli. kinestezində. Baxın, bu bizim açar sözümüz var ki, ayağa qalxmaq, dartınma hərəkətləri. Artıq biz bu açar sözü görən kimi bilməliyik ki, söhbət bədən kinestetik intellektdən gedir. Keçid edirəm 3-cü suala. Aha, 3-cü suala gəldik. Sual işarəsinin yerinə uyğun gələn variantı seçin. Burada bizdən nəyi soruşur? Fərd daxili intellekti. Deməli, bura fərd daxili intellektin xüsusiyyətlərini seçməliyik. Baxın görək. Fərd daxili intellekt. Fərd daxili intellektin xüsusiyyətlərini nəzər yetirin. Əla. Cavablarınız əladır. İndi isə izah edəcəm sizə bu sualı. Deməli, fərd daxili intellekt demişdik nə idi? B variantı. Bəli. Fərd daxili intellekt nə idi? Fərd daxili intellekt uşaqlar. Tək qalmaqdır, tək Bəli, qalmaqdır. əla, Özünün tək güclü qalmağı tərəfi haqqında sevirlər. düşünməlidir. Sakit mühit onlar üçün daha yaxşı olur. Başqa nələr aid idi fərd daxili intellektə? Tez-tez sakit bir guşəyə çəkilib tək qalmağı, çalışmağı sevir. Deməli, fərd daxili intellekt uşaqlar necə olur? Asosial olurlar, ünsiyyət qurmağı sevmir. Deməli, bir doğrudur. İkincini isə bayaq izah etdim. Komanda oyunları zamanı liderlik nümayiş etdirmək. Baxın, müəllimlər, liderliyi hansı uşaqlar sevər? Şəxslər arası.
Əla, Şəxslər şəxslər arası arası. intellekt liderlikdir. 3-də deyir təbiətdə tapdıqlarını yaxından Naturalist Bu burada. naturalist. Naturalist. Əla, əla naturalist. Yuxularını da məkan vizual. Bəli. 5-də Yuxularını isə daha deyir ki, doğrusu məkan vizualdır. bəli, 5-ci isə aiddir fərd daxiliyə. Çünki özünün güclü və zəif tərəfləri haqqında düşünür, özü haqqında düşünür, özünü fikirləşir. Fərdi xüsusiyyətləri nəzərə alır. Keçid edirik digər suala. Bir dəqiqə, çox getdim. Dördüncü sualda isə klasteri tamamlayın. Gəlin oxuyaq. Burada suallar, cavab hissəsini yazın, baxıram. Aha, əla. Sibil müəllimə, Adaşım Nazilə müəllimə, maşallah. Necəsiniz? Əla. Bu sualı da demək olar ki, hər kəs doğru cavab verdi. Burada Müəllimə, bizdə, yəni cavabını deyə bilərəm. bəli, buyurun Niyə? izah edin. Çünki müəllimə burada deyir ki, yəni şəxslər arası hamı ilə ünsiyyət qura bilir, yığıncaqlara qatılır və yaxud kollektivdə iş olarsa ora qatılır. Yəni hamı ilə əməkdaşlıq edə bilir. Ona görə bu da şəxslər arasıdır. Bəli, əla, şəxslər arası. Elə sosiallaşmanı görən kimi bilməliyik ki, söhbət şəxslər arası intellektdən gedir. Keçid edirik digər 6-cı sualımıza. Daha doğrusu 5-ci sual. Aha. Bir dəqiqə müəllimlər 5-ci sualım biraz uzundur. Burada ekranı kiçildim. Siz özünüz yaxınlaşdırıb görəcəksiniz. Yox, getdi təmiz. Bir dəqiqə. Beşinci sualda uyğunlaşdırmadır. Burada deməli özünüz uyğunlaşdırın. 1. Müəllim dərsi buna səsli şəkildə cavab verin, amma səsi qarışdırmayın, zəhmət olmasa bir-bir. Müəllim dərs zamanı səssiz oxu strategiyasından istifadə edir. Hansı intellekti sizcə? İzah edərək kim cavablandıra bilər? Müəllimə cavab verə bilərəm mən. Bəli, buyurun. Sabahınız xeyir olsun müəllimə. Bəli. Çox sağ olun bu cür dərslər keçdiyiniz üçün ilk öncə. Buyurun, xoşdur. Müəllimə, məncə bu bədən kinestetikdə əgər səssizdirsə, hərəkətlərlə, mimikalarla yəqin ki. Başqa kim izah edər? Sibil müəllimə izah edə bilərsiniz siz bunu? Onlar Axşam deyil. Hər vaxtınız xeyir. Müəllimə, burada səssiz oxu strategiyasıdsa verbal lingvistikdir. Nəyə görə izah edin? Jest mimikalara görə müəllimə səssiz oxu. Səssiz oxu strategiyasından istifadə edir. Başqa kim Müəllimə, izah mən deyə bilərəm. Daxili ola bilər, bəs daxili. Müəllimə, mən deyə bilərəm verbal nəyə Buyurun. görədir? Buyurun, Oxu buyurun. Müəllimə, çünki strategiyası orada varsa oxu məndə verbal deyil. strategiyası var da müəllimə, verbaldır. Oxu Verbal da strategiyası məndə. oxudur, yazmaqdır, verbala aiddir. Bəli. Nazir müəllimə, verbala məncə aiddir. Bəli, doğru, verbal intellektə aiddir. İkinci bəs tənqidi təfəkkürün inkişaf etdiyi. Məntiqi riyazi. Məntiqi riyazi. Əla. Çünki Məntiqi tənqidi riyazi. riyazi. Əla. Burada Məntiqi- Sokrat dialoqu nədir bilməsəniz belə, tənqidi təfəkkürü gördünüz, bilin ki, məntiqi riyazi intellektdir. Yəni Mənim məntiq yürüdür. Sokrat dialoqu sualdan sual doğrudur. Belə deyək də, Sokrat dialoqu bəli. Kim izah edə bilər bunu? Müsahibə sualı idi həm də bu. Keçən il. Müəllimə, elə bil ki, müəllimə ilə uşaq arasında olur. Müəllimə uşağa sual verir. Uşaq da cavabı sual şəklində verir. Beləliklə sual cavab, cavab da sual şəklində olur da, növbəti sual olur elə bir ki, cavab. Bəli. Bir də müəllimlər burada yazıb soruşmusunuz ki, səssiz oxu strategiyası nədir? Səssiz oxu strategiyası öz Yayında zəhlində oxuyun da. oxumaqdır. Yəni mətnin mənasını özü dərk edir və bunun məqsədi nədir? Oxu sürətini artırır, uşaq fikrini cəmləyir, öz tempində oxuyur, daxili nitqi formalaşır. Daxili nitqi olduğu üçün verbal lingvistik Bəli. götürürük. Üçüncü hansı Biraz intellekt? incələrək, Üçüncü ya, də bir var mənim ki, məkan birinci oxuyaq. vizualdır. Təsvirlərlə çatdırılır. Bəli, Vizual. məkan vizual. Hə. Məkan vizuala aid edilir. Çünki burada təsvirlər var. Dördüncü hansına aiddir? 4 mən bədən kinestetik, çünki rollu oyunlar var. Yox, 4 məntiqi riyazidə axı riyazi Məntiqi terminlər riyazidir şakirtlərə məndə. öyrət. Bəli.
Başqa? Müəllim, rollu oyun görmüşəm, ona görə Riyazi riyazi termin terminlər var. şəbəkələri öyrətməcə rollu oyun strategiyasından istifadə edir. Əgər rollu oyunda varsa bədən kinestetik gedir, amma burada riyazi terminlər də var axı müəllimə. Onda ola bilsin Kim izah riyazi edə bilər bu terminləri sual? bədən kinestetik. Bu Yəni sual rollu mənə rollu maraqlıdır oyunlarda bu isə sualla bədən bağlı kinestetik cavablarınız. Bir izah edə bilərsiniz? Buradan Mən deyim, zəhmət olmasa. buyur. Burada müəllimə riyazi terminlərə baxmırıq. Əsas orada rollu oyun strategiyasından istifadə edirsə, bu bədən kinestikdir. Çünki burada Mən də onu rollu dedim, oyunu doğrusu. riyaziyyatda sadəcə istifadə ediblər. Burada Aha. əsas Bədən bir riyazi kinestik terminlər. intellektdən istifadə ediblər də rollu oyunlardan istifadə etməklə. Bəli, bəli. Burada müəllimə Burada bədən uşaq necə kinestetik öyrənir? Rolla öyrənir, praktiki öyrənir. Nə olsun burada riyazi termi var? Uşaq bu riyazi termini necə öyrənir? Rollu oyunla. rollu oyunlar. Əsas Bəli, bədən tövsiyəmiz budur. Əla. Təşəkkür edirəm Sibel müəllimə. İndi digər sual. Mən də cavab nə oldu burada? Siz sağ olun. Burada cavab oldu 1D, Bir bəndi 2B, müəllimə. 3A, 4C, B bəndi. Yəni Müəllimə altını deyə bilərəm. bədən kinestetikdə yəni. Bəli, bəli, bədən üçün estetikdir. Altını deyə bilərəm müəllim. Bəli, buyurun. Mən deyir ki, İçəri şəhərdə təşkil edilən gəzinti zamanı bəzi şagirdlər Şirvanşahlar Sarayına, Qız Qalasına baxmaq üçün tələsərkən, bəzi şagirdlər kitab sərgisindəki kitablara baxırdılar. Yəni burada müəllimə birincisi Şirvanşahlar Sarayı, Qız Qalası deyərsəm məkan vizual, amma kitablara baxarkən artıq burada müəllimə oldu deyəcəm. Məkan vizual, bir də verbal lingvistik var ikincisi. Bebəndi. Aha, bəli. Deməli, Şirvanşahlar Sarayı, Qız Qalasına baxmaq hansına aiddirlər? Vizual olaraq Məkan görüntü vizual. olduğu üçün. Məkan vizual. Amma bir uşaq da kitab sərgisini istəyir. Nəyə görə kitabları O da verbal oxumaq, lingvistik. hekayələr onlar üçün maraqlı olur. Əla. Aha, 7-ci sual. Bunda mən Verbal oxuyum, mən olur. Bəli, buyurun. ardıcıllığı tamamlayan özünü aydın izah edir, sözlər vasitəsilə düşünür, formal çıxışlar edir. Əgər özüdürsə, təbiət və Yaradıcı iç yazılar dünyası, yazır. Yaradıcı yazılar yazır. B variantı. Hansı intellektdir bu? Verbal. introvert, verbal fərd daxili. Bəli, Verbal. bəli. Sözlər vasitəsilə düşünmək, çıxışlar etmək, öz fikrini aydın izah etmək, ünsiyyətdən istifadə etmək aid olur verbal lingvistik. Verbal. Təşəkkür edirəm cavablarınız. Sizin test bu qədərdir. Amma bu o demək deyil ki, testimiz bitdi. Mən bu mövzu ilə bağlı həm PDF-dən ibarət test, həm də quiz testi Telegram qrupuna göndərəcəm. Əlavə sualınız varmı müəllimlər? Qaranlıq qalan Çox sağ olun müəllimə, təşəkkür edirik bu gün üçün. Çox sağ olun müəllimə. Çox sağ olun müəllimə, çox aydın oldu. Var olun. Çox sağ olun, Növbəti mövzumuz nə olacaq? qrupda səs vermə yerləşdirəcəm. Ən son hansı Müəllimə. mövzu seçilsə onu qeyd edəcəm. Müəllimə çox sağ olun, çox aydın şəkildə izah elədiniz. Çox xoşuma gəldi. Buyurun, təşəkkür edirəm xoş sözləriniz. Çox sağ olun müəllimə. Allah razı olsun testlər üçün. Buyurun. Var Müəllimə. olun, müəllimə, var olun. Bəli, Kayıt atasınız. Kayıtlarda video. bəli, sağ olun, bəli. müəllim. YouTube-a yerləşdirib atacağam. Redaktə edin videonu yerləşdirəcəm. Verin nə vaxt olacaq Nazlı müəllimə dərs? Çox sağ olun müəllimə. Yəqin Qrupa qeyd davamlı edin. olar müəllimə. Olsun, İnşallah çox sağ olun. olacaq, bəli. Ayın axırına qədər davamlı şəkildə tez-tez təşkil edəcəm. Çox sağ olun. Çox sağ olun. Allah Buyurun, razı olsun. günləriniz xeyrə qalsın. Xeyrə qalsın. Xeyir olsun.